Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Pənah Göyüşovun adı və soyadı şərti verilib. Barəsindəki hökmdən Baş Prokurorun müavini Heydər Məmmədov tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb. Hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən apellyasiya protesti təmin edilib. Təqsirləndirilən şəxsin cinayət işi üzrə icraata xitam verilməsinə dair Səbail rayon məhkəməsinin qərarı ləğv edilib. Pənah Göyüşov Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinərək qazancının 20% dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum olunub. İttiham aktına görə 7 aprel 2025-ci il tarixində saat 18 radələrində Pənah Göyüşov həyat yoldaşı ilə birlikdə Bakı şəhəri Nəsim rayon ərazisində 5 nömrəli marşrut üzrə hərəkət edən avtobusa minib, gediş haqqının ödənilməməsi səbəbindən avtobusun sürücüsü zərər çəkmiş Mahir Qubadovla aralarında mübahisə yaranmağa başlayıb. Hadisənin davamında isə həmin gün saat 19:40-da təqsirləndirilən şəxs Səbail rayonu Bayıl qəsəbəsi 20-ci sahədə yerləşən 5 nömrəli marşrutun son dayanacağında zərər çəkmiş sürücü ilə mübahisə edib, ona qarşı qəsdən zor tətbiq edib. Bu zaman Pənah əli ilə Mahirin qulaq nahiyəsinə vuraraq ona sol qulaq pərdəsinin perforasiyası, yəni cırılması ilə müşahidə olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan və yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib. Hadisədən sonra Pənah Göyüşov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Səbail rayon məhkəməsinin hökmü ilə iş üzrə icraata xitam verilmişdir.